çox hədislərdə qeyd olunur ki, məsələn, sən heyvanı istifadə edirsən, heyvan yaşlaşdı. Yaşlaşandan sonra heyvanı sən buraxa bilməzsən ki, bu qurd-quşa yem olsun. Məsələn, dəvəni, atı bir müddət istifadə edirdi müsəlmanlar, sonra bunu buraxırdılar. Peyğəmbərimiz o insanları danlayırdı və deyirdi ki, sən uzun il bu atdan istifadə eləmirsən, indi sən onu canlıların yemi kimi sən buraxa bilməzsən. O heyvan ölənə qədər, təbii əcəli ilə ölənə qədər sən ona baxmalısan, otunu, suyunu verməlisən. Çünki uzun müddət sənin xidmətində olub. Buradan bir maraqlı məqam çıxır ki, əslində insanların o pensiya, təqaüd yaşına çatandan sonra cəmiyyətin onlara artıq baxmağı, yəni cavan vaxtında bu cəmiyyətə xidmət edib, dövlətə xidmət edib, müəyyən yaşdan sonra artıq cəmiyyət və dövlət himayə çıxmalıdır. Əslində bu yeni yaranmış qanun sistemlərindədir də bir əsr, 150 il, 200 il bu ictimai addımın yaşı ola bilər. Ancaq İslam 14 əsr əvvəl insana qarşı yox, heyvanlara qarşı bunu icra edirdi. Heyvanları təqaüdə çıxardı. Heyvanların, yəni təqaüdündən belə deyə danışır. Ancaq eyni zamanda insanların təqaüdü də var. Məsələn, hədislərdə var ki, Həzrət Əli əleyhissalam uzun müddət fəaliyyət göstərmiş hansısa bir məmuru, faydalı bir insanı müəyyən bir yaşdan sonra, yaşlaşandan sonra dövlət büdcəsindən ona müəyyən bir pullar ayırırdı və onu himayə edirdi. Və yaxud da ki, iş prosesində iş bacarığını itirmiş insanlar var idi ki, bu Peyğəmbərimizin dövründə, Həzrət Əlinin dövründə bu insanlar himayə olunardı. İndi biz heyvanlardan danışırıq. Evet. Bu artıq hüququn ali bir dərəcəsində, heyvan hüququndan danışan sistem insan hüququnu bundan əvvəl artıq riayət etmiş olur. Bəzi hədislərdə qeyd edilir, deyir ki, sən minik vasitədən, yəni bu heyvanı mənzilə çatan kimi, atın belindən ya dəvənin belindən düşən kimi birinci ona su verməlisən, onu sən qidalandırmalısan. Çünki bu sənə xidmət edib. Bir səhabə günahkar bir şəxs olur, susuz bir iti görür. Su quyusundan ayaqqabını çıxardır, su quyusundan bunun üçün su götürür və onun susuzluğunu yatızdırır. İslam Peyğəmbəri deyir ki, Allah Taala sənin etdiyin günahları bağışladı. Sən ki, heyvanlara rəhm elədin, Allah da sənin günahını bağışladı. Məsələn, İslamda sirkə getmək icazəli deyil. Sirk anlayışı İslama görə yanlış olan bir anlayışdır. Nəyə görə? Çünki sirkdə hansısa bir heyvanı götürürsən, bir ayını belə deyə götürürsən, balaca bir vaxtından, sən onu uzun müddət ac saxlayırsan, sonra onu hansısa bir qidasını verməklə onu rəqs elətdirirsən, bəzən velosipedi sürdürürsən, min cür qeyri-təbii hərəkətlərə vadar edirsən. Hansısa bir canlını bu cür qeyri-insani rəftarlarla, işgəncə ilə, az su saxlamaqla, döyməklə, vurmaqla, onların qeyri-təbii hərəkətlərinə vadar olunması dini prizmadan icazəli deyil.